Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu xeyru nasirin ve mu'in və sallallahu ala rasulih əl-əmin. Bir məsələni özümüzə borc bilirik. İstəyirəm bu barədə mən əzizlərlə fikrimi bölüşəm. Son zamanlar daha çox gündəmə gələn və bir mövzu ki, möminləri narahat edib. O da bundan ibarətdir ki, görəsən biz bu illərdə ya Əli Mədəd demişik, ya Hüseyn demişik. Görəm bu sözlərin ümumiyyətcə bu zamana qədər bizdən Allah necə qəbul edib, ya bizi bütpərəst kimi, müşrik kimi görüb. Ki bu sözlər son zamanlar çox gündəmdədir, son zamanlar lazımsız mövzular gedir. Mən də özümə borc bilirəm, o qardaşımız ki bu barədə danışıb, o qardaşımıza buradan bir müraciət eləyəm və məqsədim də tək o qardaş deyil, ümumi bu axır günlərdə olan müraciətlərdir. Baxın, neçə dənə mətləb istəyirəm Qur'an-ı Kərimdən təbərrükən ərz eləyəm. Allah Müteal Nisa surəsinin 64-cü ayəsində Peyğəmbərin barəsində, cəmaatın Peyğəmbərin huzuruna gəlməyi barəsində, yəni günahkarların barəsində bir mətləb buyurur. Allah Müteal bu mübarək surənin, Nisa surəsinin 64-cü ayəsində buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ. Biz elə bir Peyğəmbər göndərmədik, yəni bundan başqa məqsədə göndərməmiş ki, neyniyəsiz? Bu cəmaat da ona itaət eləsin. Yəni hər bir Peyğəmbər gəlib cəmaat ona itaət eləsin. O Peyğəmbərin özü Allahın itaətindədir. İndi buradan başlayır mövzu. وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفِرُوا اللَّهَ وَاسْتَغْفِرَ لَهُمُ الرَّسُولُ. İki dənə mətləb ki, bu ayədə özünə yer alıb. Deyir, elə bir Peyğəmbər göndərmədik ki, ta bundan başqa məqsədə olmadı. Yəni, insanlar ona itaət eləsinlər. Bu itaət olunan Peyğəmbər ki, itaətə layiqdir, Allah Peyğəmbər və Allah çağırışının ikisini də burada itaət olunmağı zəruri və vacib olan Peyğəmbərin barəsində bu cür buyurur. Bir, günahkarlar əgər Peyğəmbərin huzuruna gəlsəydilər, Allahdan bağışlanmaq istəsəydilər, Peyğəmbər də onlar üçün bağışlanmaq istəsəydilər, لَوَجَدُوا تَوَّابًا رَحِيمًا. Onlar həqiqətən Allahı necə tapardılar? Tövbə qəbul eləyən və çox rəhm eləyən, bağışlayan, mərhəmətli, rəhimli olan Allah kimi tapardılar. Baxın, iki dənə mətləb. Bir, deyir, İzzələmu ənfusəhum vələv ennəhum İzzələmu ənfusəhum cauk. Əgər o özünə günah eləyən günahkarlar Peyğəmbərin huzuruna gəlsəydilər, nə iş görərdilər orada? Deyir, fəstəğfirullahə. Birinci, Allahdan bağışlanmaq istəsəydilər. Vəstəğfirə ləhumur rəsul. Peyğəmbər də onlar üçün bağışlanmaq istəsəydilər, Allahın nə qədər rəhimli və tövbə qəbul eləyən olduğunu görərdilər, yəqinən bilərdilər. İki dənə yol. Bir, Peyğəmbərin huzurunda Allahdan istəmək. İki, Peyğəmbər bizim üçün Allahdan istəməyi. Ayənin özündə iki dənə mətləb özünə yer alıb. İndi sual çıxır, görəsən birbaşa Peyğəmbər və imamların özünə müraciət eləməkdə bizim müşkülümüz nədir? Yəni imam o şəxslər ki, məsumlardan gedir söhbət, Həzrəti Əli əleyhissalam, Həzrəti İmam Hüseyn əleyhissalam və digər imamlar. Onların qapısında, məsələn İmam Rıza əleyhissalam, görəsən onların qapısında mən imamdan istəsəm ki, imam mənim əvəzdən Allahdan istəsə. Çünki bilirəm imamın ləyaqəti var Allahdan istəməyə. Mən imamın özündən birbaşa istəsəm, görər harasında işin səhv eləmişdim. Biz bir evimizdə uşağımızın qüdrətinə qail olduğumuz qədər imamətin qüdrətinə qail deyilik. Gündə neçə dəfə uşağı insan, valideyn uşağı əmr eləyir ora-bura, onu mənə gətir, onu apar, onu ver, onu al. Bəyən bu müraciətlərdə bir uşağın qüdrətinə qail olduğumuz qədər imamətin qüdrətinə qail deyilik. Yəni imamın bu qüdrəti yoxdur. Biz düşünürük ki, imam bizim üçün istəyə bilməz, mən imamın özündən birbaşa istəsəm. Təbərrükə mən istəyirəm onun da barəsində bir dənə ayə oxuyam ki, əzizlərimiz bu ayəni çox eşidiblər. Ki, Həzrəti Süleymanın barəsində olan ayə. Ki, mən Nisa surəsinin 64-cü ayəsində bəhs həqiqətən çoxdur. İstəyirəm qısa olsun ki, əzizlərimiz bundan istifadə eləsinlər. Baxın, Həzrəti Süleyman ki, o Bulqeysin taxtın ki, istəyirdi huzuruna gətirələr, neçə yüz kilometrlərlə məsafəsi var idi. Orada Həzrət Süleyman deyəndə o taxtı mənim üçün kim gətirər? Baxın Allah Müteal
Nəml surəsinin 39-cu ayəsində buradan başlayır. Bu mövzunu 39-dan başlayır ki, Həzrət Süleyman dedi, o taxtı mənim üçün kim gətirər? Neçə fərsəxlik, neçə 100 kilometrlərlə məsafəsi olan bir taxtı kim gətirər? Qalə ifritun minəl cin ənə atikə bihi qəblə ən təqumə min məqamik. Çox maraqlısı budur ki, Allah Müteal burada ifrit adlı bir dənə cindən danışır. Deyir, Həzrət Süleymana dedi ki, sən ki o Bulqeysin taxtını istəyirsən, bu neçə 100 kilometrlərlə məsafəni, bir dənə cin durdu, dedi ki, ya Süleyman, sən yerindən qalxmamış, mən o taxtı sənin üçün gətirirəm. Baxın, məsələ də budur. Və inni aleyhi ləqəviyyun əmin. Özdə bu cin dedi ki, mənim bu işə qüdrətim var ha. Mən bu qüdrətə sahibəm ki, o neçə 100 kilometrlərlə olan bir taxtı, Həzrət Süleyman, sən yerindən qalxana qədər sənin huzuruna gətirəm. Görəsən bir imamın ifritdən olan, cindən olan bir ifrit qədər qüdrəti yoxdur. Yəni imam bir cinin Qur'an danışdığı sərihən barəsində dediyi o qüdrət ki, o deyir və inni aleyhi ləqəviyyun əmin. Mənim özdə buna qüdrətim var ha, mən bu işi görəm. Həzrət Süleymana cəsarət eləyir bir cin. Deyir, mənim buna qüdrətim var, sən yerindən durana qədər mən onu sənə gətirirəm. Görəsən Həzrəti Əlinin bir cinlərdən olan ifrit qədər qüdrəti yoxdur. Mən deyəm ki, imamdan yardım istəyəm, imam onu Allahdan mənə ala verə. Nəticədə bu hər şeyi verən Allahdır. Bu qüdrət Allahın qüdrətidir. Heç bir məsumun qapısında məsuma, peyğəmbərin qapısında, yəni peyğəmbərə müraciət eləyən heç kəs müstəqil peyğəmbər və imamı qüdrət sahibi bilmir. Qüdrət sahibi müstəqil Allahın özüdür. Biz bilirik bunların ləyaqəti var onu Allahdan almağa. Allah bunlara bu qədər qüdrət verib. İfrit əgər bir Həzrəti Süleyman ayağa durana qədər bunu gətirməyə qüdrəti varsa, görən Həzrəti Əli əleyhissalam boyda şəxsiyyətin belə bir qüdrəti yoxdur mənim hacətlərimi Allahdan ala verə. Allahın tövfiqi ilə dərhal o işi mənim üçün görə. Biz imamı ümumiyyətlə necə tanımışıq? Daşın, dəmirin altında olan cəsəd kimi. Yoxsa bunun barəsində Allah Müteal deyir ki, bunlar şəhiddirlər, Allahın yanındadılar. İndi Allah yanında olan adamın cindən olan bir ifrit qədər qüdrəti yoxdur. Hələ bu da bir məqamdır. Baxın, ifritin müqabilində Asif ibn Bərxiyənin Həzrət Süleymana dediyi sözə. Qaləl-ləzinə indəhu ilmun minəl kitab. Bir adam ki, kitab elmi onun yanında idi. Kitab elmindən xəbəri var idi. Bu nə dedi? Ənə atikə bihi qəblə ən yərtəddə iləyki tərfuk. Bu Həzrəti Süleyman Peyğəmbərin huzurunda oturan Asif ibn Bərxiyə bu cindən olan ifritə dedi ki, diyan, sənin o məqamın aşağıdır. Nəinki Həzrəti Süleyman yerdən durana qədər mən onu, bu taxtı bunun huzuruna gətirərəm. Həzrət Süleyman göz qırpımında, gözün yumub açana qədər eləyə bilərəm, mən onu sənin huzuruna gətirəm. Həzrət Süleyman deyərdi ki, onda biz şirk eləyirik da. Niyə mən Allahdan istəmirəm o taxtı mənim üçün gətirsin? Niyə cindən olan ifrit deyir ki, sən durana qədər gətirirəm? Bacım oğlu Asif ibn Bərxiyyə deyir ki, sən göz qırpımında gözünü yumub açana qədər. Yəni bu qədər tez bir surətdə. Əslində orada o göz qırpımı bir surətin tezliyinə aid misaldır. O qədər cəld, o qədər tez, o qədər zaman itirmədən gətirərəm misalıdır. İndi gəlir bir dənə də bacısı oğlu Asif ibn Bərxiyyə deyir ki, bir göz qırpımında mən onu sənin üçün gətirirəm. Həzrət Süleyman bəyən burada şirk elirdi. Niyə Allahdan istəmirdi? Sarayda oturanlardan istəyirdi. Müraciətdir. Həzrət Süleyman Allahdan istəmədi. Saray əhlinə müraciət elədi. Onda birinci şirki Həzrət Süleyman eləyib bəyən bu məntiqlə. 2. Əgər doğrudan bir cin bu qüdrətə malikdirsə, gör məsumlar hansı qüdrətə malikdir. İndi onun da ayəsini oxuyacağım. 3. Kitab elmi yanında olan şəxsiyyət durdu, dedi ki, Həzrət Süleyman, sənə uzun zaman deyir bu, bir mənada. Yerindən durmaq çoxdur. Göz qırpımında onu sənin üçün gətirirəm. Həzrət Süleyman bu ayən, bu sözün müqabilində nə dedi? Fələmmə rəəhu müstəqirrən indah qal haza min fazli Rabbi liyəbluvəni əşkuru əm əkfur. Baxın, İnan ki, bu ayələri adam oxuyanda dəhşətə gəlir ki, görəsən bizim əzizlərimiz bu ayələri oxuyanda nə cür başa düşüblər və ayənin harasından baxıblar, mövzuya hansı cəhətdən yanaşıblar. Həzrət Süleyman demədi biz şirk eləmişik, gəlin Allahdan bağışlanmaq diləyək.
İki dənə Həzrət Süleymanın sözünün müqabilində, Süleymanın istədiyin ona verən adamın müqabilində Həzrət Süleyman deyir ki, fələmmə rəəhu mustaqirran ində. O zaman ki Həzrət Süleyman istədiyin o müqabilində gördük, qal haza min Rabbi fəzli. Min fəzli Rabbi liyəblüvəni əşkuru əm əkfur. Həzrət Süleyman deyir, o zaman ki istədiyin yanında gördü. Bunları görəndən sonra dedi ki, bu mənim Rəbbimdən mənə olan bir fəzlidir. İstəyir Allah məni liyəblüvəni, məni imtihan eləyə. Əşkur əm əkfur. Mən bununla Allaha şükür eləyirəm ya küfr eləyirəm. Deyir, məni Allah imtihan elədi ha. Ki, yəni bu Allahın deyir, fəzlidir ya mənə. Mən müraciət elədim, mənim üçün bunu hazır elədilər. Həzrət Süleyman demir, ha, bu şirkdir. Deyir, bu bir dənə Allahın nə idi? Allahın həqiqətən bu bir dənə fəzlidir mənə. İstəyir mən bu neymətlərin müqabilində şükr eləyəm ya küfr eləyəm. Kim idi Asif ibn Bərxiyyə? Allah Müteal Quranda deyir ki, kitab elmi onun yanındaydı. Asif ibn Bərxiyyə ifritdən də daha çox qüdrətə malik idi. Kitab elmi onun yanındaydı. İndi baxın, Quran nazil olub, Peyğəmbər peyğəmbərliyə seçilib, Peyğəmbərə müxalif dəstə çıxıb, Allah Peyğəmbərin şahid olan, Peyğəmbərə dəstək olan, Peyğəmbərin işində kifayət edən şahidi misal çəkəndə görün kimi misal çəkir. Həmən bu Rəd surəsinin 43-cü ayəsində Allah Müteal Peyğəmbərin barəsində şəkk eləyənlərə bu cür deyir, inkar eləyənlərə. Deyir və yəqulullezine kəfəru ləstə mursələn. Kafirlər deyir Peyğəmbər sənə dedilər ki, sən mursəl deyilsən. Sən Peyğəmbər deyilsən. Qul kəfa billahi şəhidən beyni və beynəkum və mən indəhu ilmul kitab. Peyğəmbərə dedi Peyğəmbər, olar ki sənə o kafirlər deyirlər, sən mursəl deyilsən. Onların cavabında de, mənə sizlə öz aramda şahid olan, bəs eləyən o kəslərin şəhadəti, şahidçiliyi kifayətdir ki, o Allahdır, bir də o kəsdir ki, kitab elmi onun yanındaydı. Bəyəm, əziz qardaşlarım, siz özünüz illərlə cəmaata təbliğ eləməmişsiniz ki, elmi kitab deyəndə o kəs ki, ayə deyir və mən indəhu ilmul kitab, kitab elmi ki, hamısı onun yanında idi. Bu Həzrəti Əli ibn Əbi Talib əleyhissalamdır. Biz yekdil hamı bunu qəbul eləyib ya eləməyib. Hələ biz bəhs eləmirik bu kitab elmi kim idi? Hər halda bir kəs idi, da bu bir şəxs idi. Söhbət burada Allahdan getmir. Çünki deyir ki, qul kəfa billahi şəhidən beyni və beynəkum və mən indəhu ilmul kitab. Deyim, mənə kifayət eləyər, mənim şahidim olan bir Allahdır sizi ilə mənim aramda. Bir də o kəsdir ki, elmi kitab, kitab elminin həqiqəti onun yanındadır. Bu bir şəxs ki, kitab elminin həqiqəti onun yanındadır. Peyğəmbərə Allah şahid götürmək istəyəndə deyir, bunu götür. İndi Həzrəti Süleymanın yanında kitab elminə malik olan bir Asif ibn Bərxiyyə Həzrəti Süleyman dediyi müraciətin müqabilində göz qırpımında Bulqeysin taxtı neçə 100 kilometrlərlə məsafəni zaman itirmədən Süleymana təqdim eləyir. Həzrət Süleyman deyir, bu Allahın mənə bir fəzlidir. Bunu eləyən bir şəxsiyyət indi bu kitab elmi ki, Əli ibn Əbi Talibin yanındadır. Bu ayə və bu ayənin şənində bütün ravilər, bütün sahabələrin rəyi ilə indi gör Həzrət Əli əleyhissalam nəyə malikdir? İndi anlaşıldı ki, ya Əli mədəti biz niyə deyirik? Hər bir xalqın, hər bir cəmiyyətin, bəzən və hər bir qəbilənin özünün əqidə və yaxud da ki, öz bir formalaşmış adət ənənəsin xülasə bir kəlmə ilə ifadə eləyərlər. Ya Əli mədət bizim Quranda təvəssül ayələrimizdir. Ya Əli mədət Quranda bizə nazil olan, Peyğəmbərə nazil olan, bizi başa salan şəfaət ayələridir. Biz ya Əli mədətlə bir dənə etiqadımızın xülasə bir kəlməsini izah edirik ki, biz Quranda şəfaət ayəsinə iman gətirmişik və onu qəbul eləmişik. Biz Quranda təvəssül ayələrinə iman gətirmişik, onu qəbul eləmişik. Biz bayaqdan bu oxuduğumuz ayələri qəbul eləmişik. Bu ayələrin xülasəsi ya Əli mədətdir. Bu da bir etiqadlı cəmiyyətin etiqadından doğan bir dənə xülasələnmiş bir kəlmədir. Bunun niyə izahatını istəyirik biz? Ya Əli mədət dedim, kimlər necə başa düşdülər? Əzizlərim, buna diqqət eləyək. Xüsusən əziz qardaşım, buna diqqət elə. Əğyarın qəlbini ələ almaq üçün yarın haqqını tapdalama. Mənim sizdən bir dənə xahişim və təmənnam budur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.